Bir Rusiyadan bir gənc cavan oğlan, mən neçə il bundan qabaq oxumuşdum, deyir ki, mən bir səhnə gördüm Ərbəyindən, İmam Hüseynin ziyarətindən. Nə Hüseyn tanıyıram, nə İslam tanıyıram. Heç nə bir balaca epizod səhnə gördüm. Deyir ki, mənim qəlbimə toxundu bu. Dedim, Allah, bu nə idi? Bu nə haldır, bu nə mənzərədir? Araşdırdım, gördüm bu şəxs kimdir ki, belə təsir göstərir. Gördüm ki, sonuncu Peyğəmbərin oğludur, nəvəsidir, Hüseyn ibn Əli. Yavaş-yavaş araşdırdım, baxdım. Sonra deyir, onun barəsində başa düşmədiyim dillərdə mərsiyələrə qulaq asırdı. Belə bir dənə Hüseyn başa düşürdüm. Başqa bir şey. O müsahibəsini görmüşəm mən. Deyir, mən Rusiyada yaşayıram, soyuq yerdə. Deyir, ona qulaq asarsa gedirdim işə falan. Soyuq havada qış bahara çevrilmişdi mənim üçün. Həyata tamam nəfəs gəlmişdi, həyatım dəyişdi. Getdim, axtardım, görüm mənim yaşadığım şəhərdə belə bir məclis var, onu yad eləsinlər. Getdim bir məclisə, dedim, bu kimin məclisidir, nədir? Müsəlmanlar idi. Dedilər ki, Fatimə məclisidir, bu Əyyam-ı Fatimiyyədir. Dedim, yox, mən Hüseyn məclisinə gəlmək istəyirdim. Dedilər ki, o Hüseynin anasıdır. Dedim, hə, Hüseynin anasıdır, sonda orada da iştirak eləyərəm. Hüseynə nisbəti varsa, hansısa yolla bağlanırsa, mənim üçün o da əzizdir. İştirak eləməyə başladım, İmam Hüseyni yad elədim və yavaş-yavaş müsəlman oldum. Ərbəyinə sonra gəlib ziyarətə, orada danışır bütün bunları. Belə vəziyyət olacaq, gözlənilməyən adamlar gələcək. Gözləmədiyin insanlar ki, bir ömür sən onu dindar tanımısan, çıxıb gedəcək başqa istiqamətə.